Mən yenə güneş altında edilen zulümlere fikir verdim. Məzlumların gözyaşını gördüm, onlara təsəlli verən yox idi. Güc zalimlerin elindeydi, onlara təsəlli verən yox idi. Onda ölüleri dirilerden xoşbəxt sandım, ama onlardan da xoşbəxt o adamdır ki hələ dünyaya gəlməyib. Güneş altında çekilen eziyetleri görmeyip, hem de gördüm ki insanlar arasındaki rekabet ne kadar zəhmət, ne kadar məharət hasilidir. Bu da puçtu, külək dalınca qaçmağa bənzəyir. Ahmaq elini elinin üstüne koyup oturur ve canı quruyur. Bir ovuc istirahət, iki ovuc zəhmətdən ve külək dalınca qaçmadan yaxşıdır. Mən güneş altında puç olan başka bir şeye dikkat yetirdim. Biri var, tek tenhadır, ne evladı var, ne kardeşi, ne bir yoldaşı. Amma elə heyəlləşib vuruşur, gözü dünya malından doymur. Hiç özündən soruşmur, görəsən kimin üçün zəhmət çəkirəm? Niye özümü zövq səfadan məhrum edirəm? Bu da puçdu, böyük dərddir. İki nəfər bir nəfərdən yaxşıdır. Çünkü çəkdikləri zəhmətin mükafatı gözəl olacaq. Əgər biri yıxılsa, digəri yoldaşını qaldıracaq. Amma kimsə yıxılanda qaldıran olmasa, halı necə olar? İki nefer bir yerde yatarsa birbirini isindirer. Bəs tek yatan necə isinsin? Tek adamı kimse məğlub edə bilər. İki nəfərsə onun hücumuna tab gətirər. Üç kartel, ip tez kırılmaz. Kasıb ama ağıllı cavan daha, məsləhət qəbul etməyən qoca. Səfeh padşahdan yaxşıdır o məmləkətdə kasıb doğulsa da. Zindandan belə çıxıb padşah olar. Mən güneş altında gezip dolaşan bütün adamlara ve padşahın yerine gelen cavan xələfin hal əhvalına fikir verdim.